Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Rəqsanə İsmailova Naxçıvanda baş tutan konsertinin kamera arxası görüntülərini paylaşıb. Onun paylaşımı hər kəs tərəfindən maraqla qarşılanıb. Sözü gedən foto və videoları sizlərə təqdim edirəm. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Dumanlar başında dastana döndüm, dastana döndüm. Keçdi xəyalımdan öz güzel yurdum. Dumanlar başında dastana döndüm, dastana döndüm. Çəmən yaxşıdır, insan sinlalə zərvətən yaxşıdır. Şair sormaz vətən nədən yaxşıdır. Adı gözəl könlüm fəndana döndü, dastana döndü. Gönlümün sevgili məhbubu mənim. Vətənim rəhm eyləməz. Maşallah, maşallah. Açamda aşağı. Uğurlar. Salamat yerin, ha? Gelecekler. İndi Balakənə konsertə gedirsiniz. Belə uğurlarla qarşılaşın. Rəqsan xanım necəsiz? Adam necə olar? Naxçıvanda. Konsertin günü də özdə Bayılıram, super. Rəqsan xanım sizə bir dənə sual vermək istəyirəm. Beşini ver. Həyatınızda elə bir adam var ki, məsəl üçün adam danışmağa başlayanda deyirsiniz ki, ay Allah yenə başladı. Oy! Çox. Sizi ən çox kim yorur? Aha. Amma onsuz da edə bilmirsiniz. Onsuz dözə bilmirəm. Hə. Hə. Xətrinə dəyməyəcək. Yox. Camal, camal. Rəqsanə İsmailovanı evdə kim idarə edir? Heç kim. Rəqsanənin özü idarə eləyir. Gözəl şəkildə, bu arada gözəl tablodur. Geçək. Ay Rəqsanə xanım. Bəli. Sizinlə mübahisədə heç qalib gələn biri olub? Mübahisədə mənimlə qalib gələn. Bu söz davasından söhbət gedir. Bəli, bəli, bəli. Hə, xeyr, heç kim. Mənə qalib gələ bilməz. Bəzən amma həyatda elə şeylər var ki, onları danışmaq olmur, demək olmur. Bax, o deyilməyən sözlər qalib gəlir. Bir tədbirdəsiz, telefonunuzun bataryasının 1% qalıb. Amma çox vacibdir də o batarya. Yəni olmalıdır, o telefon sizə lazımdır. Hansı müğənni ağız açıb batarya istəyərdiniz? Mən istəyərdim bateriya mənə versin. Mənim topuşum xatışdan. Çünki show biznesdə hamı ilə çox gözəl münasibətim var, salam mələkim var. Amma hamısından daha bir 15 köynək xatirə mənə yaxındır. Sizin həyatınızda film çəkilir. Bu filmdə amma müğənnilərdən biri rol almalıdır. Sizin həyatınızı canlandırmalıdır. Hansı müğənni sizin həyatınızı canlandıra bilər? Aktrisa kimi. Amma müğənni. Mənim həyatımı daha yaxşı canlandıran müğənni. Mənim həyatım tragediyadır. Mənim həyatımı məndən başqa heç kim oynaya bilməz. Ancaq mənim özüm. Oy körəmə. Bir günlük Instagram hesabınızı hansısa məşhura etibar etməli olsaydınız, hansı məşhura etibar edərdiniz? Hay Allah. Show business, show business. Heç kimə, Hə. Kimə etibar eləyərəm deyim? Show business olmasa deyə bilərəm. deyin. Bir yaxın dostum var mənim. Aha, Onu hamı rəis kimi tanıyır. aha. Fəxriyə etibar eləyərdim. Bir nəfərin adını çəkmək şərti ilə bu insan mənim başımın bəlasıdır. Kimə deyərdiniz? Daşı divarı soyup
bir həsrət qalasısan, sevgilim değilsən sən, başımın bəlasısan. Bu mənim mahnım olub ha. Bəli, bəli, Təzə sənətə gələn vaxtlarım mənim mahnım olub. Sen başımın belası, halime yazılır benim başımın belası. Öpürük sizi. Ay salam, sabahlarınız xeyirli olsun, gününüz uğurlu olsun. Biz artıq hava limanına doğru gedirik. Əziz Naxçıvanlılar, biz gəlirik. İnşallah ayın 27-si hər birinizi Sahat Meydanda gözləyirəm. Bu da mənim gül baxışım. Getdim Ayma. O Naxçıvandır. Dünya senin, dünya benim, dünya hiç kimin. Ay, dünya senin, dünya benim, dünya. Gedək sağ-salamat çıxaq Naxçıvana. Konsertimiz çox gözəl olacaq. Mən buna inanıram və sizi gözləyirəm. Gidiyoruz, gidiyoruz, gidiyoruz. Sağ olun. Ay salam aleyküm, necəsiniz? Ey könül mülkünün var Naxçıvan, ellərin sevimli yar Naxçıvan. Ey könül mülkünün var Naxçıvan, ellərin sevgili yar Naxçıvan. Hoş geldik Naxçıvan. Geldik Naxçıvan. Naxçıvan da bizi güneşlendi Naxçıvan. Günümüz hava. Bəli, dəyərli tamaşaçılar, biz Naxçıvan Beynəlxalq Hava Limanındayıq. Bura gəlişimizin səbəbi isə tanınmış və sevilən ifaçı rəqsanə İsmailovanı qarşılamağa gəlmişik. Artıq yanımızdadır, xoş gəldiniz. Çok sağ olun. Necəsiniz? Əsasında əhvalınızı sorsanız. Çok güzel, çok teşekkür ederim. Sağ olun. Ben bir daha her birinizə öz minnətdarlığımı bildirirəm ki, Naxçıvan bize qollarını açtı. Çok güzel bir mühteşem konsertimiz olacak. Ve burada bizim gazi dostlarımız da geldiler. Çok teşekkür ederim. Sağ olun. Çok sağ olun. Minnətdaram size. Teşekkür ederim. Her zaman size. Sağ olun. Teşekkür ederim. Çok sağ olun. Var olun. Allah razı olsun. Ne kadar Çok sağ olun. Çok teşekkür ederim ki buraya kadar əziyyət çəkmişsiniz, gəlmişsiniz. Son olaraq öz fikirlərinizi deyəsiniz. İlk olarak düzdür, biz başka şehirden konserten yol açmak istemiştik ama sonra fikrimizden yayındık. Allah'tan mənə gəldirim ki, mən Naxçıvana gitmek istedim. Xoş gəlmisiniz. Çok təkrar sağ olun. deyirik və Bütün tamaşaçılarımızı sabah gözləyirəm, sizi sevirik. Siz nə qədər? Bunlar mənim bəy gəlim o. Gündüz hansıdır? Firuzə bəyin videolarını at bana, o bəydir. Sağ ol əzizim, yaxşı. Siz Naxçıvandansınız da, hə? Naxçıvanlıya ama tadacağım. Sağ ol, gələcəksiniz konsertə. Ha 100% konsertinizden yana kalmıştık. Aynen. Sağ olun. Sağ olun. Çok sağ olun. Teşekkür ederim. Allah çiçeklerinize rahmet eylesin. Sağ olun. Gazilerinize Allah can sağlığı versin. Çok sağ olun size ki versin. siz sağlaşırıq gülümsəməyə. Evlat, evlat, canı qanı gedir. Gülümsəməklər nəyə görədir? Tərəfdən baxıb bizə gülməsin. Ona görə. Dosta baxır, düşman da baxır. Əlbəttə ki, düzdür. Hər zaman mən bu qazilərimizlə baxıyorum. Dünya